Sən gördün axırıncı dəfə Vəfa Şərifova nə oxudu? Zaurun Bey. Dilbərin ariyasını. Necə gözəl ifa etdi. Mən yenə deyirəm, o xanımla Bəli. və yaxud da o qəbildən olan lordu ilə deyirlər, onları ayırırlar bu dəlhinəyəm əslində. Onları bir aşağılama kimi baxırlar ki, ay belə artisi bil. Mən qətiyyən elə şeyin əleyhinəyəm. Yəni səsi görürsünüz də gözəldir. Onlar dövrümüzün qurbanı oldular. Necə bir dövrümüzün qurbanı oldular? Yəni bu reklam naminə hər şeyə gedən dövr var. Sosial medianın qurbanı oldular, kütlənin qurbanı oldular. Çünki bilirsiniz necədir, müzakirə olunmaq gözəl şeydir, amma yaxşı mənada. Bəzən bu müzakirə olunmağı artıq görürsünüz nə gündədir sosial mediamız. Sırf müzakirə olunmaq, gündəmdə qalmaq üçün hər şeyə əl atırlar. 20-30 ilin artisti hansısa bir sosial media fenomeninin qabağında diz çökür. Mənəvi olaraq danışıram. Gedir onunla birləşir gündəm xətrinə, onlardan videolar çəkilir. Demirəm, dövrdən ayaqlaşmaq başqa, amma hörmət və sambalı itirməmək lazımdır. Biz hara gəldik efirdən? Gəldin ora. O qədər doluyuq ki.